Yani Allah Teala buyurur ki ya eyyühellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum leallekum tettekun. Ey iman getirenler, sizden evvelkilere oruç ferz edildiği kimi size de ferz edildi ki takvalı olasınız. Yani bu ayette Allah Teala açık aydın oruçdan nəzərdə tutulan hikməti bildirir ki, təqvalı olasınız deyə. Bu da onu bildirir ki, əgər insan Ramazan orucunu düzgün tutarsa, təqvanı əldə etməsinə səbəb olur. Təqva da bütün xeyirlərin açarıdır. Allah Teala'nın birincilərə və axırıncılara olan tövsiyəsidir. وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اِتَّقُوا اللّٰهِ. Sizden evvel kitap verilenlere ve size de takvalı olmağı tövsiye ettik. Yani insan takvanı elde ettiyse bütün hayırları elde etmiş olur. Ramazan ayı da bu takvanı elde etme için büyük səbəbdir. Əsas fürsətdir. Yəni kimsə deyə bilər ki, təqva qəlbdə olur, amma yemək, içmək isə insanın mədəsi ilə bağlıdır. Yəni bunun bura nə adiyyatı var? Yəni insan yediği zaman, tox olduğu zaman qəlb qəflətdə olur. Amma nə vaxt ki ac olur, onda qəlbin qəflətdən oyanmasına səbəb olur. Və həmçinin başqa bir tərəfdən oruc gizli bir ibadətdir. Gizli ibadətdir. İnsan evdə yeyə bilər və çölə çıxdığı zaman özünü oruclu kimi apara bilər. Və görürsən ki, insan oruç tutduğu zaman nə qədər diqqət yetirir. Və boğazından bir damcı belə keçməsin deyə diqqət yetirir. Və evdə tək olduğu zaman əlini yeməklərə uzatmır. Nə üçün? Bilir ki, Allah Teala onu bilir. Onu görür. Və Allah'ın nəzarətində olduğunu artıq hiss edir. Və budur artıq Ramazan ayında insanın əldə etdiyi tərbiyə, muraqabə, yəni özünü Allah'ın nəzarətində hiss etməsi. Və Ramazan ayında da əsasən qadağan olunan işlər özlüyündə halal olan işlərdir. Yemək, içmək, halal münasibət.